Dəyərli 10-cular, 10-cu sinifdə Unit 5 mövzumuz success, yəni uğur, müvəffəqiyyət və mövzuya fokuslananda deyir ki, look at the photos and discuss the questions. Şəkillərə baxın və sualları müzakirə edin. What do you know about these people? Bu insanlar haqqında nə bilirsən? How do you think they are all connected? Və bu insanları bağlayan nədir? Yəni bir-birinə əlaqələndirən nədir? Və lüğəti verir. Read the quotations and choose the best one for you. Explain your choice. Quotation bilirik ki, sitat deməkdir. Deyir, sitatları oxuyun və sizin üçün ən yaxşı gələni, uyğun olanı seçin və seçiminizi izah edin. Deməli, Solomon Ortiz deyib ki, education is a key to success in life and teachers make a lasting impact in the lives of their students. Təhsil həyatda uğura gedən açardır və müəllimlər öz tələbələrinin həyatında davam edən bir təsirə malikdirlər. Smart people focus on the right things. Ağıllı insanlar doğru şeylərin, doğru məsələlərin üzərində fokuslanırlar. With hard work and effort you can achieve anything. Çox işləməklə və çox cəhd etməklə sən, çox səy etməklə, səylə sən istənilən bir şeyə nail ola bilərsən. Without hard work and discipline, it's difficult to be a top professional. Çox işləmədən və disiplinsiz, nizam, intizam olmadan üstün bir profesional olmaq çətindir. Nothing is given to you. Sənə heç bir şey verilməyib. Everything is earned. Hər bir şey qazanılır. You have to have that mindset that you have to work every single day. Learn every single day. Deyir, səndə elə bir mindset, elə bir düşüncə tərzi, fikir olmalıdır ki, yəni mən hər bir gün işləməliyəm və hər bir gün nəsə öyrənməliyəm. It takes 20 years to make an overnight success. Bir gecəlik uğuru qazanmaqdan ötürü 20 il vaxt gedir. Yəni 20 il vaxt aparır bir gecəlik uğuru qazanmaq. To win is not important. Vacib olan qalib gəlmək deyil. To be successful is not even important. Deyir ki, uğurlu olmaq da, hətta deyir, o da vacib deyil. How to plan and prepare is crucial. Yəni, necə planlaşdırırsan, necə hazırlaşdırırsan, vacib olan budur. When you plan very well and prepare very well, then success can come on the way. Deyir ki, sən çox yaxşı planlaşdıranda və yaxşı hazırlaşanda uğur özü sənə tərəf yoluna çıxır, sənə gəlir. Then winning can come on your way və eləcə də qalibiyyət də sənin yoluna çıxır. You must not let your negative emotion distract you from achieving your goals. Deyir, sən özünün mənfi emosiyalarına, hisslərinə icazə verməməlisən ki, o səni öz məqsədlərinə çatmaqdan fikrindən ayırsın, yayındırsın. Deməli, uşaqlar, sözdən tərcüməsi cümlələri oxuyarkən dedim, amma burada da gəlin seçək. Make an impact, təsir yaratmaq, təsir etmək. B variantı, strong effect or influence on a situation or person. Hər hansı bir situasiyada və yaxud da insana güclü bir effekti, təsir olmaq. Effort, səy, cəhd. A hard try, yəni çox cəhd, attempt də həmçinin cəhd deməkdir. Mindset, fikir. A variantı, a person's way of thinking and their opinions. İnsanın düşünmə tərzi, fikirləşmə tərzi. Crucial, vacib, extremely important, yəni həddindən kəskin vacib. Focus fikrini cəmləşdirmək, B variantı. Direct one's attention towards one thing. Fikrini bir şeyə cəmləşdirmək. Disiplin, nizam, intizamdır.
The ability to control your own behavior and do what you're expected to do. Yəni öz davranışını idarə eləmək bacarığı və həmçinin səndən gözləniləni kontrol edə bilmək bacarığı. Overnight, yəni qəfildən baş vermək. Happen suddenly or quickly, yəni qəfildən, anidən, sürətli baş verən. Distract, fikrini yayındırmaq. From-la işlənir uşaqlar, from sözünü ilə. Make somebody's attention away from work, yəni bir kəsin diqqətini işindən ayırmaq. Tələffüzlərinə qulaq asın deyir. Ehtiyac yoxdur, mən dedim. Bu tapşırıqda isə yuxarıdakı sözlərdən birini yazırıq. My teacher believes that children need discipline in order to success. Mənim müəllimim inanır ki, uşaqlar uğur qazanmaqdan ötürü nizam-intizam uşaqlara lazımdır. Bəli, mən də belə düşünürəm. Success usually doesn't come overnight. Deyir, success deyir, bir gecədə gəlmir, yəni anidən gəlmir. Let's make an effort to finish the project this week. Gəlin deyir, səyidlə çalışaq. Bu layihəni bu həftə tamamlayaq. The room was noisy and she wanted her to focus on her project. Deməli, otaq səsküylü idi, ona görə də o öz layihəsinə çətinlik çəkirdi fokuslanmaqda. Her speech always makes an impact, xəttimin gözəlliyi, parmaqla yazıram, qələmlə yazmıram. Deməli, onun nitqi həmişə dinləyicilərdə təsir eləyir. The talks are crucial for the success of the plan. Söhbətlər planın uğurlu müvəffəqiyyəti üçün önəmlidir. Could you please stop talking? Olar sən danışmayasan, yaxud da danışmağı dayandırasan. You are distracting me from my work. Sən mənim fikrimi işimdən yayındırırsan. If they want to be successful, they should change their mindset. Deməli, əgər onlar deyir, o müvəffəqiyyət, uğurlu olmaq istəyirlərsə, öz düşüncə tərzlərini dəyişməlidirlər. Bu qədər uşaqlar, bəyənin, paylaşın, abunə olun, digər səhifələri paylaşacağım.